Suala keçməmişdən öncə xatırlatma edək ki, türk müsəlman mədəniyyətindən də sual gəlməsi DİM-in proqramında öz əksini tapmışdır. İndi isə suala keçək. Memarlıq abidələri verib, inşa edildiyi şəhəri qeyd edib və tarix qeyd olunubdur. Birinciyə baxırıq. Əlincə qalası, Təbriz şəhəri 9-cu əsr. Burada Təbriz şəhəri sualda uyğunsuzluq yaradır. Çünki Əlincə qalası 9-cu əsrə aid olsa da Naxçıvana aiddir. Ona görə də biri çıxardırıq. Biri variantlardan da dərhal ixtisar edirik. Növbəti hissəyə baxırıq. Qüvvətil İslam məscidi Dehli şəhəri 12-ci əsr. Bu ifadə düzgün verilmişdir. Uluqbəy rəsədxanası Səmərqənd 11-ci əsr. Burada rəsədxananın adı artıq bizə məlumat verir ki, bu Teymurilər dövlətinə aid bir abidədir. Və Teymurilər dövləti də 1370-dən sonra mövcud olubdur. Ona görə də burada əsrin uyğunsuzluq yaratdığı aşkar şəkildə görünür. 3-ü çıxardırıq. 3-ü ixtisar eləyəndə artıq bizim düzgün cavabımız görsənir. 2 və 4. 4-ə baxırıq. Səlimiyyə məscidi Ədirnə 16-cı əsr. Həqiqətən də Səlimiyyə məscidi 16-cı əsrdə Ədirnə şəhərində inşa edilmişdir. Bu sualda düzgün cavab 2 və 4 olacaqdır.